Yayımı Baksel'in dəstəyi ilə izləyirsiniz. 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilk raund mərhələsində Azərbaycan və Serbiya yığma komandaları qarşılaşıb. Qarşılaşma 4-0 hesabı ilə Serbiya yığmasının xeyrinə başa çatıb. Ravil Yusifli hücumu davam etdirir. Yusifli sona qədər mübarizə apardı. Ötürmə qapı qarşısına. Zərbə indirmək olar. Mümkün olmadı zərbə. Stefan İliç. İliç daha bir rəqimi keçir. İrəliyə ötürmə və serblər hesabı açırlar. Todorovic. Tomislav Todorovic. Cərmə zərbəsini yerinə yetirir. Ötürmə bu dəfə alındı və bu da ikinci gol. Mehmedovic. Zehruddin Mehmedovic və top qapıdan keçir. Və daha bir gol. Və qarşılaşmanın baş hakimi maçı yekunlaşdırır. Serbiya komandası 4-0 hesablı qələbə qazansa da